Məzun günüm bu il olsaydı, makiyajım yəqin ki, belə olardı. Sadə, bir o qədər də cəzbedici. Gəlin təkrarlayaq. Qaşlarımı yaxşıca sabitləyirəm. Makiyaj gün boyu qalıcı olsun deyə primer vururuq. Bu arada mənim məzun günümdən tam 12 il keçib və heç cür inana bilmirəm. Siz necə bir makiyaj eləyəcəksiniz? Nə geyinəcəksiniz? Ürəklərdə yazın. Yenə də sadə bir göz makiyajı seçərdim. Göz üstlərimi sabitləyirəm. İdeal alınmağını istəyir isə dekorativ bir skoç yapışdıra bilərik və açıq rənglərdən bu hissələrə çəkirik. Diblərinə isə tünd rənglərdən istifadə edirik. Lenti çıxarırıq, görək nəticə necə alınıb. İdeal. Tuş istifadə edirik. Makiyajımızın vazkeçilməzi olan konturlaması. Baş kimi lüks vizajın bu tintindən istifadə edəcəm. Transparan pudra ilə sabitləyirik. Keçirik pomadaya. Pomada əlimizlə belə yayırıq. Bu qədər qızlar. Necə gözəl oldu makiyajım. Mən çox bəyəndim.